Herkese selam. Bugün yolka ve bezelyer alma açmışıq. Eyni zamanda Avropada sıfırdan başladığımız həyatımızı sizinlə paylaşmaq istəyirəm. Açığı burada hər şey yenidən qurulur. Çətinliklər də var, gözəl tərəflər də. Mən hər şeyi olduğu kimi səmimi danışacağam. Slovakiya ölkəsinə keçmək istəyənlər varsa, rəy bölməsində suallarınızı verə bilərsiniz. Ailə birləşməsi ilə viza müraciəti mərhələləri, vizanın verilmə müddəti, rədd olunma halları hamısını addım-addım danışacağam. Amma bir şeyi unutmayın. Belə böyük qərarı verməzdən əvvəl yaxşı düşünmək lazımdır. Çünki fərqli mentalitetə malik ölkəyə köçmək və ora uyğunlaşmaq vaxt tələb edir. Bu dövrdə iradəli və dözümlü olmaq çox önəmlidir. Əgər iradəli olmasanız, sizin üçün çox çətin olacaq. Necə deyirlər, yüz ölçüb bir biçmək lazımdır. Bu arada biz Tesco marketə gəldik, çünki istədiyimiz boyda yolka burada var idi. Slovakiyaya ailə birləşməsi vizası ilə gəlmək üçün 3 əsas mərhələ var. Birinci mərhələ, ya yoldaşınızın burada işçi vizası olmalıdır, ya da ki sahibkar olmalıdır. Əgər yoldaşınız bu ölkədə işçi vizası ilə yaşayırsa, o zaman 6 ay işləyəndən sonra dəvət göndərə bilər. Yox, əgər sahibkar vizası ilə yaşayırsa, o zaman 3 aydan sonra dəvət göndərə bilər. İkinci mərhələ isə kirayə evi tutmaqdır. Bildiyiniz kimi Avropada kirayə ev tutmaq çox çətindir. Çünki burada ailə sayına görə ev verildiyi üçün gərək normal, uyğun ev tapa biləsiniz. Üçüncü mərhələ isə sənədləri yığmaqdır. Sənədlər barədə ətraflı məlumatı ikinci vloqumda sizinlə geniş şəkildə paylaşacağam. Bu vloqumuzun sonuna çatdıq. İndi isə sizinlə sağollaşıram. Bəyənməyi və rəy bildirməyi unutmayın. İkinci vloqumda görüşənədək. Hələlik.